Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Əziz dostlar, bugün sizə Biləcəri qəsəbəsində Mərkəzi Dəmir Yol Poliklinikasının tam yaxınlığında, əziz dostlar, mərkəzi bir hissədir bura. Çox gözəl bir ərazidə, baxın qarşıda gördüyünüz belə bir 2 mərtəbəli evimizi inşallah təqdim edəcəyik. Demək, əziz dostlar, evimizin kupçası var. Baxın, belə bir həyəti var. Həyətə sərbəst şəkildə, rahat şəkildə bir maşın daxil ola bilir. Gəl bura tutal. Evimiz 4 otaqdan ibarətdir. 2 hamam sanitar qovşağı mövcuddur evdə və həyətdə bir dənə sanitar qovşağı var, dostlar. Əlavə burada, əlavə. Mən göstərim bu. Hə, göstər. Gördüyünüz kimi bu çöl ayaq yolusu deyən sanitar qovşağıdır. Baxın, əziz dostlar, bax bu gördüyünüz bu hissə bir vaxtlar mağazin kimi, dükan kimi fəaliyyət göstərib. İndi kim istəsə, alıb yana, nə istəsə, ya icarəyə verə bilər, ya nəsə yenidən bərpa eləmək mümkündür, əziz dostlar. Evimiz 2 mərtəbəli evdir. Evə daxil olarkən, əziz dostlar, baxın, belə bir dəhliz bizi qarşılayır. Belə bir geniş dəhlizə malikdir, panorama aynalar. Yer istipoldur ya. Bəli, bu hissə istipol, aşağı hissəsi. Gəl içəri qardaşım. Baxın, əziz dostlar, belə bir xudmani mətbəxi var. Burada da 4'ün üstü yarıma bir yataq otağımız var, əziz dostlar. Deməli, 2 otaq aşağıdadır, 2 otaq yuxarıdadır. Ümumi 4 otaqdır. Cütdaşla inşa olunub. Kombi sistemi hal-hazırda işlək vəziyyətdədir. Bura, əziz dostlar, qonaq otağıdır. Pəncərəsi də ev həyətinə baxır. Minimum 25-26 kvadrat bura, əziz dostlar. 20 kvadratdan çoxdur, yəni. Yəni də qeyd edirəm, evimizin kupçası var. Yer də mükəmməl. Buradakı kladovkadır. Kladovkadır, bəli. Əlavə avadanlıqlar, yılmaz kifayət qədər yer var orada. Girək yox. Videonu saxla. Yox, tutuşu var deyəsən. Ha. Sən? Yox, saxla videonu deyəsən. Əziz dostlar, qalxırıq 2-ci mərtəbəyə. Gördüyünüz pilləkandan 2-ci mərtəbəyə qalxanda burada hamamsamız verdi. 2-ci mərtəbədə də, əziz dostlar, baxın belə bir dəhliz var. Dəhliz var, kombisini görsək, kombi hal-hazırda. Göstərin. Nə vəziyyətdədir? Və yuxarıda da belə bir qonaq otağı kimi də buranın, əziz dostlar, istifadə eləmək olar. Hal-hazırda yataq otağı kimi istifadə olunur, amma ölçüsü kifayət qədərdir. Təxminən 7 metrdir belə, 28-30 kvadratdır bura, 4 metrdə enidir, əziz dostlar. Baxın, bir dənə də belə bir 4 yarımın 3 yarıma yataq otağı mövcuddur. Əziz dostlar, sonda yenə qeyd edeyim. Evimiz 202-92 nömrəli marşrutların tam 50-60 metrliyindədir. Biləcəridə çox əla bir yerdədir. Dəmir Yol Poliklinikasının yaxınlığındadır, əziz dostlar. Pekarin deyilən ərazi var, Pekarinin yanıdır. Bax, dəqiq deyim sizə yeri. Çörək zavodudur. Yəni, bəli, mərkəzi çörək səxidir. Yəni, mərkəzi bir ərazidir. Hər tərəf asfaltdır. Kupçası var. Qiyməti də 115 min manat təyin olunub ev sahibi tərəfindən. İnşallah ki, real müştəriyə endirim olacaq. Allah xeyir versin. Alana, satana və əziyyət keçən bizlərə də. Marşrutlara neçə 50-60 metr, 202-dir. Dərmanada gedir, 92-də Əzəm metrosuna gedir. Əzəm metrosuna gedir. Yaxınlıq bir ərazidir, əziz dostlar. Çox gözəl bir ərazidir həqiqətən də. Qapının ağzına qədər də ki, asfalt. Asfaltdır, bəli. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda mülakiniz varsa bizimlə əlaqə saxlayın, gələk, çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.